Fuzulinin bugün bir məşhur şeiri nə üçün məşhurdur? Çünki çoxlu müğəmmatçılar da onu oxuyubdular. Və eyni halda çox sadə bir şeirdir. Onun haqqında danışacağıq və mən çalışacağım əlbəttə daha çox izah edeyim ki, nə üçün məsələn Mevlana'da, Nəsimidə, Fuzulidə, Hafizdə, Sədidə və bu tip şairlərdə şairin Tanrıya münasibəti sanki bir qadına münasibətdir. Yəni bir qadın kimi Tanrını sevirlər. Bunun çox qədim keçmişi vardı. Yəni 4000-5000 il bundan qabaq ilk yazılı şeirlərə biz gedib baxacağıq. Məsələn Şumerlərdə, Akkadlərdə, Yahudilərdə və özəlliklə də Hindistanda görək ki, nə üçün bu Tanrı ilə qadın sevgisi bir-birinə bu qədər qarışıqdır. Şeiri düzgün oxunuşunu bir dəfə diqqətlə izləyək. Ey xoş ol məst ki bilməz qəmi aləm nəymiş. Nə çəkər aləm üçün qəm, nə bilər qəm nəymiş. Bir pəri silsiləyə eşqinə düşdüm nagəh. Şimdi bildim səbəbi xilqət Adəm nəymiş. Silsilə yəni zəncir. Deyir bir mələk üzlünün sevgisinin zəncirinə bağlandım. Nagəh birdən bağlandım. İndi bildim, indi başa düşdüm ki, nə üçün Adəm yaradılıbdır. Yəni, Adəm sevgi üçün yaradılıbdır. Mən eşq sözünü bundan öncə iki qəzəldə izah elədim. Birincisi Fuzulinin ilk qəzəli idi ki, orada demək ki, manifestini ortalığa qoyubdur və bildirir ki, yalnız eşqdir ki, insanı Tanrıya çatdıra bilər. İkincisi də eşq sözünün başqa bir qəzəldə öz anlamı haqda danışdım. Haçanla eşq ərəb, fars və sonra da türk ədəbiyyatına gəlibdir. Eşq sözünün mənası, lüğəvi mənası nədir? Yunan ədəbiyyatdan alınıbdır bu. Necə alınıbdır? Onları izah elədim. Hər ikisinin videosunu demək ki, kommentlər bölməsinə qoyacağım. Bu videoda daha çalışacağım ki, yeni bir şeylər əlavə edeyim. Bu sevgi məsələsi ilə bağlı. Vaiz övsaf-ı cəhənnəm deyər ey əhli vərə. Vaiz yəni molla, övsaf-ı cəhənnəm yəni cəhənnəmi vəsf eləmək, vəsflərini eləyir. Əhli vərə yəni dərd əhli. Bizim iki tür insanımız vardır. Biri şən insan, biri də dərd əhli. Var onun məclisinə, var yəni keçgir, onun məclisinə bil ki, cəhənnəm nəymiş. Yəni, əgər istəyirsən, biləsən cəhənnəm nədir, ged otur günən mollanın yanında, o danışdıqca əzab çəkəcəksən. O, yəni, mallı o qədər axmaq danışır ki, onun yanında oturmaq elə bir ki, cəhənnəm əzabı təcrübə eləməkdir. Vəusəv-saf cəhənnəm deyərək əhli vərə. Var onun məclisinə bil ki, cəhənnəm nəymiş. Oxu köksümdən ötüb qalmışmış peykanı. Ah, bildim səbəbi ahidə madəm nəymiş. Ey Fuzuli, məzəyi saqi o səhba bildin. Yəni, ey Fuzuli, sən saqinin, səhbanın, çaxırın, şərabın məzəsini, dadını bildin. Tövbə qıl, ta biləsən zərq o riya həm nəymiş. Yəni, indi tövbə eləcəksən, biləsən ki, zərq yəni riya, ikiyüzlülük. Sən içdin, onun dadını bildin, indi tövbə eləcəksən, riyakarlığın da dadını biləsən. Yəni, burada bir tür atır bu dindarlara, şəriət adamlarına. Şeirin vəzni əlbəttə fəalatun fəaləndir. Demək, rəməl bəhridir. Rəməl yəni həsir toxumaq.
Amma gedək bu ikinci beytə. Bir pəri silsiləyə eşqinə düşdüm nagəh. Şimdi bildim səbəbi xilqəti Adəm nəymiş. Baxın, biz bunu başa düşmək üçün ilk baxaq görək ki, şeir ənənəsi ümumiyyətlə hardan gəlibdir, bizə çatıbdır. Will Durant Mədəniyyətlər Öyküsü kitabında The History of Civilization, səhvən onu mədəniyyətlər tarixi də deyirlər. Hər halda orada deyir ki, ilk şairlər, sahirlər, yəni sehrikarlar və şeir də sehr üçün yaranmışdı. Bunu əlbəttə düz deyir. Çünki həmişə şeirdə iki şey olubdur. Yəni estetika olmazdan qabaq, məsələn 5000 il bundan qabağın şeirlərini biz Şumerlərdə, Şumer mədəniyyətində görürük, ya Əkkədlərdə görürük və sonralar hətta Hind, Yunan və Misir ədəbiyyatında biz görürük. Şeirdə estetika, gözəllik sonradan gəlibdir. Yalnız şeir deyil, rəqsdə də elədir. Hətta siz memarlığa da baxasınız. Lap qədim, məsələn 4000-5000 il bundan qabağın memarlığına, məbədlərə baxasınız. Gözəllikdən daha çox qorxunu, heyvərə olduğunu tanrıların demək ki, insanın beynini aşılayır. Amma Şumer şeirində biz görürük ki, İnanna və Temuzi iki tanrıdırlar. Seks, bərəkət, ondan sonra sizə deyim ki, doğurganlıq tanrılarıdırlar. Onlara şeirlər yazılır və orada çox çılpaq şəkildə görürük. Hətta cins alətlərin adlarını çəkirlər və onları dəvət edirlər seksə. Buna görə də və bunun səbəbi də budur ki, demək ki, İnanla seks eləsələr iki tanrı, demək ki, o il bunların bərəkətli bir il olacaq, torpaq bərəkətli, doğurgan və biz bunu eyni ilə Əkkəd mədəniyyətində də görürük, Samilərdədir, yəni ərəblərin ataları desək daha yaxşı olar. Sonra Babil imperiyasında, ya Misirlərdə, Misir mədəniyyətində biz görürük ki, vardı bunlar, amma daha üstü örtülü, demək ki, bənzətmələrlə, metaforlarla, ya indi deyirlər, istiarə deyirlər, ərəb sözüdür. İstiarələrlə çalışırlar ki, bunu demək ki, şeirdə yazsınlar. Amma biz gəlirik sonra Süleyman Peyğəmbərin qəzəllərinə. İndi biz Peyğəmbər deyirik əslində. Yahudilər və Xristiyanlar, Məsihilər, onlar Davuddir, Süleymandır, nə bilim, Adəmdir, Nuhdir falandır. Bunların heç birinə Peyğəmbər demirlər. Peyğəmbərlik onlarda İbrahimlə başlayıb və bəlli adamlar vardılar. Biz deyirik kimlər Peyğəmbər idilər, hətta qadın Peyğəmbərlər var. Nəysə onlardan keçirəm, mən bilirəm, indi çoxlarınız bunları bilirsiniz. Amma Süleymanın qəzəlləri, biz Süleymanın qəzəlləri deyirik, The Song of Songs deyirlər. Türkiyədə onu daha gözəl tərcümə edirdilər. Əzgilərin əzgisi. Əzgilərin əzgisi, yəni melodilərin melodisi, melodilərin şah melodisi, belə. Demək, orada biz görürük ki, bir qız vardı, bir oğlan var, bunların arasında olan sevgi haqqındadır o şeir və Süleyman orada niyə Süleymana ətf olunubdur, yəni Süleyman dilindən yazılıbdır bu şeirlər, ondan işim yox. Hər halda orada görürük ki, erotika yenidən çılpaq şəkildə özünü göstərir və bundan sonraki ədəbiyyat da, hətta bizim müasir ədəbiyyat da ondan indi nümunələr gətirəcəm, görəcəksiniz, çoxlu təsiri alıbdılar. Demək, Yahudilər deyirlər ki, bu şeirdə oğlan həmən tanrıdır, metafordur, yəni tanrını nəzərdə alır.
Demək, qız da Yeruşalimdir. Xristianlar deyirlər ki, oğlan İsa'dır və qız da İsa'nın gəlini, yəni kilisədir. Amma biz bu şeyləri oxuyanda görürük ki, məsələn, oğlan bir yerdə qızın dalınca düşür, onu döyürlər. Yəni, əgər Tanrı həmən bu oğlandırsa, Tanrı döyürlər və küçə adamlar tutsunlar, o döysünlər. Ya açıq şəkildə qız da oğlanı, oğlan da qızı yatağa dəvət eləyir. Ya məsələn, oğlan qıza deyir ki, sənin sinən demək ki, ağ güllərlə dolu, zambaqlarla dolu bir səhra kimidir ki, 2 dənə ceyran orada otluyur. Biz bunu Şəhriyarın şeirində də görürük. Baxın, onun dediyi Süleymanın qəzəlləri estetika bir qədər də yoxdur. Amma Şəhriyar ona bir estetika da qatıb, deyir, sinə bir dəşdə muğandır, quzu yan-yana yatıb, mənim ağlar gözümü orada araz eyləmisən. Ya məsələn, başqa bir nümunə də vardı. Qız oğlana deyir ki, keşkə səni mənim anam doğardı və öz döşlərindən sənə su təmizdirərdi. Və mən səni küçədə, bacada, hər yerdə gördüm, utanmadan səni qucaqlayardım öz qardaşım kimi. Biz bunu məsələn yenə də Şəhriyarda görürük. Daha da biraz fərqli yazıbdır, amma təxmini eynidir. Deyir ki, ana qarnında da sənlə əkiz olsaydı məgər, istəməzdim doğulub bir də bu dünyaya gəlim. Bu göstərir ki, çox nümunələr vardı. Şəhriyar da başqa şairlər Süleymanın qəzəllərindən, çox o təsvirlərdən, o sözlərdən demək ki, təsir alıbdılar və götürübdülər əslində. Amma biz Hind mədəniyyətinə indi gələk. Hinddə Kama dünyanı yaraldır və çox təəccüblü bir dünya yaranışı hekayəsi vardı və indi mən bunları açıq demək istəmirəm, çünki bu ədəbiyyatla bağlıdır, amma çox çılpaq erotika hekayəsidir o və insanı da sevgi üçün yaraldır. Biz birinci dəfə görürük ki, hansısa bir tanrı vardı dünyada, insanı sevgi üçün yaraldır. Kama özü də elə sevgi və seks tanrısıdır. Biz məsələn Şümerlərdə bunu görmürük. Şümerlərdə insan nə üçün yaranıbdır? Yaranıbdır insanlar tanrılara qulluq eləsinlər. Dinlərdə, məsələn, tutalım xristianlıqda, müsəlmanlıqda ya yəhudilikdə insan nə üçün yaranıbdır? Bunu açıq-aşkar demək ki, biz Tövratda görürük. Yenə də mən Tövrat deyirəm. Əslində, yəhudilərin dini kitabı Tövrat deyil, Tənaxdır. Tövrat onun ilk 5 kitabın adıdır. Elə Süleymanın qəzəlləri də sonuncu kitabdır. Tənaxda və elə Tövratın özündə də insanın yaranmasının fəlsəfəsi budur ki, Tanrının yer üzündə nümayəndəsi olsun, elçisi olsun. Ya İslamda xəlifə deyirlər. Tanrının yer üzündə xəlifəsi olsun. İndi bizim bir zəif bir hədis də var, çox güman ki, 100% bu yanlış və səhv bir hədisdir. Deyirlər ki, Məhəmməd Peyğəmbər bir gün deyir ki, Davud Tanrıya yalvara soruşur ki, insanı nə üçün yaratdın sən? Və Tanrı cavab verir ki, mən bir gizli xəzinə idim, istədim üzə çıxım və gözə görsənim və ona görə insanı yaratdım. Bu düzdür. Bir yanlış, indi qeydirmə deyirik də, təxminən bütün hədislər kimi qeydirmə və demək ki, düzgün olmayan bir hədisdir, amma bu hədisin ki 500 il Məhəmməd Peyğəmbərdən sonra bu hədis dillərə düşdü, böyük təsiri olubdur bizim ədəbiyyatımızda. Həm ərəblərin, həm farsların, həm bizim ədəbiyyatımızda.
Və biz görürük ki, məsələn Mövlanada, Hafizdə, Füzulidə falan da baxmanda Tanrıya qarşı insanın yaratdığına səbəbinə görə belə bir demək ki, təsəvvürlər var imiş. İkinci məsələyə indi mən qayıdım ki, ən önəmlisidir bu qədər dediklərimdən. Siz buradan gördünüz, yəni az çox ki, erotika şeirdə estetikadan da çox qabaqlardan var imiş. Yəni biz 5000 il bundan qabağın şeirində, 4000 il bundan qabağın şeirində fərq eləmir. Mən Şumerlərdən dedim, başqa xalqlar, mədəniyyətlər də belədir. Estetika olmasa da iki şey vardı. Mistika vardı, elə bir sehri vardı, sözün sehri və ikincisi də erotika vardı. Amma biz təxminən demək olar ki, 700-800 il bundan qabaqdan bəri yavaş-yavaş görürük ki, şeirlərdə Tanrı qadına bənzir, qadın Tanrıya bənzir falan. Bunun əlbəttə bir çılpaq səbəbi də vardı. Açıq sizə deyim ki, məsələn Şəms kimin, ya ərəblərdə İbn Fariz Misri kimi, yaxud elə Mövlananın özü kimi və bəzi başqa şairlər və ariflər də vardı. Bunlar deyirlər ki, Tanrı təcəlli edir, yəni Tanrı özünü bir tür bu dünyada göstərir. Hər şeylə Tanrı özünü göstərir bu dünyada, yaratdığı şeylərlə. Ona təcəlli deyirik. Məsələn, siz Quranda yaxud Tevratda da görə bilərsiniz. Tanrı od simasında, şəklində Musaya Tur dağında təcəlli elədi. Amma bunlar belə düşünürmüşlər ki, Tanrının məsələn zəif təcəllisi, güclü təcəllisi, yarımçıq təcəllisi falan var. Amma ən bütöv, ən mükəmməl təcəllisi qadındadır. Yəni qadına bax, elə bil ki, Tanrını gör günün. Məsələn, bir nümunəsi Mənaqibul Arifin kitabında biz Şəms Təbrizinin bir hekayəsini oxuyuruq ki, Mevlana bilirsiniz, öz öyəy qızını, Kimya Xatunu Şəmslə evləndirdi. Bu evlilik çox da sürmədi. Kimya Xatun ondan boşandı. Demək, bir gün Mevlana gəlir Şəmsin evinə, qapını döyür, girir içəriyə, görür ki, Şəmslə Kimya Xatun yataqdadırlar falan. Tez qayıdır və bir müddətdən sonra yenidən qayıdır gəlir. Görür ki, Şəms indi demək ki, uyğundur. Şəms buna qayıdır ki, sən elə düşünmə, mən Kimya Xatunla yatmışdım. Mən Tanrı ilə oynaşırdım. Lap belə deyir, mən Tanrı ilə oynaşırdım. Demək ki, Mövlananın özündə də elə belə bir təsəvvür var imiş ki, Tanrı bir qadın kimidir və onu bir qadın kimi sevmək lazımdır. O qısqancdır, o adamı incidər, o adama naz edər, o gözəldir, nə, belə şeylər. İndi mən işim yoxdur, bu düz düşüncədir, pis düşüncədir, səhvdir, yanlışdır, gözəldir, pis, bunun qəti işim yoxdur. Amma biz yalnız Mövlana, Şəmsdə, İbn Fariz Misridə falan da deyil, həm də İbn Ərəbidə bunu çox çılpaq şəkildə görürük. Yəni o boyda bir arif və İslam, deməli, İslam fəlsəfəsi İbn Ərəbidir. Yəni ən belə güclüləridir indi. Başqaları da var idi. Amma İslam fəlsəfəsi deyəndə İbn Ərəbiyə də düşür. O da çox açıq şəkildə deyir ki, qadın Tanrının bütöv təcəllisidir. Və biz görürük ki, yavaş-yavaş Tanrı qadın kimi şairlərin gözünə görsənir.